Herkese salam dostlar. Necəsiz? Bugün sizlerle bir yerde uzun bir müddətten sonra video paylaşıram. Bugün sizlerle bir yerde, bence başlıqdan da gördüğünüz üzere tünd makyaj edəcəyik. Deməli, mən bunun təxminən 2 ay əvvəl tünd pomada almışdım. Biraz çox qəhvəyinin qaraya yaxın bir tonu var. Dedim, mən bunu videoda çəkərəm. Sizlərdən də soruşmuşdum ki uzun video mu olsun yoksa kısa. Çok adam uzun video seçtiği için mən də uzun video olaraq çəkməyə qərar verdim. Əslində çox az insan qatılır anketlərə. Biraz çox insan olsa yaxşı olar. Kimin izləyəcək görə az insan qatılır. Aktivliyi biraz azdır dostlar. Neyse, bu pomadayla makyaj edəcəyik. Bu arada saçlarım da uzanıb. Bilirsiniz, mən bundan kısa kəsmişdim. 1-2 santim uzanıb məncə. 1-2 santimdən çox da uzanmış ola bilər. Bəlkə yeri kəsdim, kəsmədim. Tam olaraq qərar verə bilməmişəm. Amma biraz uzundu. İstəyirəm biraz kəssim. Bu indi hal-hazırda kısa olsaydı bu kombinlə daha qəşəng görsənərdi. Daha yaxşı olardı amma neyse. Mən bunu ütüləyəcəkdim, o saça baxacaqdım, eləyəcəkdim. Sonra maalesef təəssüflər olsun ki, pis bir xəbər aldıq. Və hər şeyi buraxdım və belə qaldı. Artıq uzandı. Təkrar bax fikirləşəcəm. Görüm ki, kəsim yoxsa yox. Burada saçım anam kəsib. Burası elə bir uzundur. Hə, yoxsa mənə elə gəlir qabarıq olduğu üçün. Bu arada saçımı toplayacağım makyaj edərkən. Makyaj bitdikdən sonra qərar verərik. Uzun olsun, açıq qoyum saçımı yoxsa yığım. Bu geyimlə bağlı da qəşəng görsənir açıqda. Eğer bu videomu beğenseniz, yani çok beğeni gelse inşallah. Çünkü makyaj videolarına diyesin beğeni çok gelir. Yani çok beğeni gelse inşallah uzun videolara devam eləyərəm. Ama daha çok kısa videolar izləndiyi üçün çox short satıram. Ama uzun videolar atmağı da sevirəm açıkçası. Onun için dəstək olmağı unutmayın. Yani ne kadar çok beğenseniz ben o kadar çok həvəsi gəlirəm. Yani izlənmə, beğeni düşdüyü zaman mən də həvəsdən düşürəm. Normal olarak. Çünkü video əziyyət çəkirəm, uzun müddət sonra edit edirəm, amma bəyən az gələndə mən həvəsdən düşür. Bundan istifadə edəcəm Garnier'in. Bilirsiniz də bununla bağlı video çəkmişdim. Üzümü bundan təmizləyəcəm, sonra isə Tanalini istifadə edəcəyik. Çünki Tanalini onsuz da öz günəş kremli olduğu üçün tərkibində krem var, onun üçün əlavə nəmləndirməyə ehtiyac qalmır. Qəşəng söhbətlər diləyərik. Həyatımla bağlı başıma hər zaman çox maraqlı hadisələr gəlir, təəssüflər olsun ki. Amma yaxşıya doğru bir şeylər gəlmir də. Yəni həmişə belə negativ hadisələr gəlir. Mən özüm biraz negativ düşünürəm, ola bilsin, ondan da ola bilər. Amma bu yaxşı bir şey deyil də günün sonunda. Başıma həmişə negativ bir şeylərin gəlməsi yaxşı bir şey deyil. Deməli dostlar, bugünkü kombinim necədir dostlar? Bunu geyindim, gördüm bura boşdur. Mənə də qəşəng böyük aksesuarlar lazımdır ki, buranı doldurum. Amma elə bir aksesuarım yox idi. Onun üçün belə bir bantım vardı. Çantamdan çıxan onu boğazıma dolamışam. Evet. Dostlar, üzüm biraz quruduğuna görə keçirik Tanal istifadə eləməyə. Mən bu Tanaliden normalda istifadə edirəm. Bunun nömrəsi falan yoxdur. Sizin dəri tonunuza özü avtomatik olaraq uyğunlaşır. Ona görə də nömrəsinə falan ehtiyac qalmır. Qiyməti 4-5 manat arası bir şey. Bunu tətbiq edək. Bu arada bronzer falan da vuracağım. Mən normalda bronzer istifadə edən biri deyiləm. Daha çox ağlıq falan sevən biriyəm. Amma bugün bronzer də istifadə edəcəyik dostlar. Sponcum var mənim. Onunla yaymayacağım. Belə bir sponjdur. Koreyalılarda görüb həvəsə gəlib almışdım. Amma və lakin bu çox həzm eləyir Tanalini və özümdə Tanalini falan qalmır. Ona görə də əlimlə yayacağım dostlar. Və ehtiyac olsa sonra adı neydi onun? Sponjla da devam edərik. Baxın, krem də, yəni bildiyimiz krem kimidir. Yəni teksturası çox yumuşaq olduğu üçün qəşəng bir şəkildə yayılır yüzünüzə. Əlimlə yayıram deyə mən inşallah linçləmərsiniz. Əli ilə makyaj eləyənlər də var. Məncə əlin istiliyi keçəndə də Tanaliniyə daha qəşəng olur. Görün nə qəşəngdir. Mən bu Tanalini deməli 9-cu sinifdə oxuyanda istifadə etmişdim. Bu arada mən 9-cu sinifdə oxuyandan sonra mama mənə makyaj eləməyə icazə verdi.
Mən sizə birinci makyaj təcrübəmi danışım gəlin. Necə mamadan makyaj eləmək üçün icazə aldığımı. Üzünə demədim ki, yəni mənə icazə ver makyaj eləyim. Necə elədiyimi sizə texnika, taktikalar verəcəm sizə biraz. Necə makyaj eləməyə icazə aldığımı. Deməli 9-cu sinifdə oxuyurduq dostlar. Eyni zamanda makyaj da eləyəcəm. Həm söhbət, həm ticarət. Deməli 9-cu sinifdə oxuyurdum və biz Sədərəyə gedirdik. Normalda biz tez-tez Sədərəyə gedənik. Yəni belə tez-tez biz oralarda görə bilərdiniz. Əvvəlki zamanlarda hal-hazırda çox getmirik və belə deyim ki, əvvəl kimi qəşəng şeylər az gətirirlər. Deməli, ay concealer göstərmədimi? Baxın. Bunun 3 nömrəsi. Bu arada bir şey də qeyd edeyim, söhbətdən yayınıram. Əgər concealer istifadə edirsinizsə, göz altınızdan bir ton açıq alın və ya eyni ton alın. Çünki açıq alanda üzünüz məsələn tonal istifadə eləməyəcəksə, gündəlik həyatınızda sadəcə concealer istifadə edəcəksə, onda gözünüz ağappaq olur, dərinizdə tündə olur, pis görsənir. Elə bir günəşdə açıq taxmısınız, buranız tünd qalıb, bura ağ qalıb. Elə bir şey olur. Ona görə də tövsiyə edirəm ki, öz dəri tipinizə uyğun bir concealer alın. Yəni çox açıq tonda almayın. Bu təcrübəyə dayanılaraq deyilən bir sözdür. Aha, deməli biz Sədərəyə gedirdik və mən də qızda görmüşdüm. Deməli o tonali falan istifadə eləmişdi. Dedim, nə yaxşı mama icazə verir, elə 9-da oxuyursun amma qoyur. O da mənə dedi ki, bəs mən toya gedəndə istədim, o da özü verdi. Ondan sonra da istifadə eləməyə başlamışam. Bu mənim ağlıma batdı. Sonra biz Sədərəyə gedəndə mamaya dedim ki, mama tonalidən mənə də, tonali deyildi, pudradan dedim ver. O da verdi, mən də başladım vurmağa falan. O gün bu gündür istifadə edirəm. Sonra yavaş-yavaş başım pişirməyə başladım ki, bəs mən də istəyirəm özümün tonalisi olsun, özümün belə şeyləri olsun falan. Mənim mamam biraz belə necə deyim, makyaja, baxıma belə qarşı bir insan deyil, daha da dəstək olur. Onun üçün yəni bu baxımdan şanslıyam. Bilmirəm sizin evdə necədir vəziyyət, amma məndə belə idi. Nəysə, belə danışdım, başını ətini yedim, sonra bir dəfə getdi qəşəng mənə kosmetik vasitələr falan aldım. Mən də hər zaman yaşımdan balaca görsənirəm. Bəzən hal-hazırda da deyirlər ki, mənə bəs çox balaca görsənirsən. Boyum əslində 1.60-dır. Ayaqqabı falan giyinəndə, normal krasovka ilə falan. Amma və lakin çox balaca görsənirəm, çünki arığam. Ona görə də insanlar mənə az yaş verin. 18-16 belə verənlər var. O da ki 22-nin arasında böyük bir fərq yoxdur. Və uşaqlıqda da balaca görsənirdim hər zaman yaşımdan. Yəni oxuduğum sinifi əsla bildirmirdim də ki, mən 8-də oxuyuram, amma 5-də oxuyan oxşuyurdum. Ona görə də makyaj edəndə metroya minəndə insanlar mənə belə qəribə baxırdılar. Mən də başa düşmürdüm ki, bəs bunlar niyə mənə belə baxır. Sən demə, onlara yəqin düşünürlərmiş ki, mənim yaşım azdır. Məncə 9-cu sinifdə makyaj eləməyə başlamaq adi bir haldır. Sadəcə düzgün vasitələrdən istifadə etmək lazımdır. Məsələn, mən üzüm çəkməyə başladığı dönəmdə gedib orijinal olmayan bütün məhsulları alıb üzümə istifadə edib, üzümün içinə qəşəng eləmişdim. Və üzümə böyük səpkilər çıxmışdı, alerjiya vermişdi. Sonra da bunlardan qurtula bilməmişdim. Bu arada üzüm görürsünüz də maşallah gözlər tutaq. Özümə göz dəydirmək bacaran bir insanım bu arada. Bunu da qeyd edeyim. Video çox uzun olmasın deyib 5 saat deyəmədim danışmalı. Evet, indi isə bronzer istifadə edəcəyik dostlar. Bu arada həm danışıb, həm makyaj eləmək olduqca çətin bir şeydir. Çünki fikrim söhbətdədir. Amma eyni zamanda makyajda eləməliyim ki, qəşəng olsun da. Biraz yayınır. Fikrimi yayındırır makyaj. Məndə belə bir bronzer var. Bu orijinal deyil. Mən bronzer istifadə eləmirəm. Mamam da almışdı elə-belə istifadə etmək üçün. Sizcə hansı tonu istifadə edeyim? Bu var. Bir də belə var. Bu biraz açıqdır. Gəlin açıqla başlayaq, sonra düzləşdirək. Sizdən də soruşa bilmirəm. Bu arada bir gün boyunca məsələn Instagram takipçilərim məni yönləndirir, YouTube takipçilərim məni yönləndirir. Belə bir video çəkmək istəyirəm. Amma bir anketlərdə, Instagramda elə aktiv insan yoxdur. Storylərdə falan elə aktiv baxan olmadığı üçün, elə aktiv baxan olmadığı üçün mən də bu tip videolar çəkə bilmirəm. Amma əslində qalsa mən belə şeylər xoşlayıram çəkməyi. Əgər makyaj eləmək istəyirsinizsə,
və ananıza icazə almaq istəyirsə, belə texnikalardan istifadə edə bilərsiniz. Yəni o vuranda gedin yaxınlaşın deyin. Onlar biraz da mən vururum falan. Əgər gördünüz ki, müsbət bir cavab alırsınız, davam edə bilərsiniz onun üzəri ilə. Amma çalışın, əgər özünüzə kosmetik vasitələr alacaqsınızsa, orijinal olanlardan, tərkibi təmiz olan məhsullardan istifadə edin. Mən 9-cu sinifdə olan vaxtlar bizdə orijinal kosmetik vasitələr elə də yaygın deyil idi. 9-da oxuyanda mən, o da 2000 neçənci ildir də, 2015 falan deyəcəsinə. Amma 2015-də bizdə Instagram, YouTube o dərəcədə inkişaf eləməmişdi. Tək-tük insanlar YouTube'da və Instagramda videolar paylaşırdı. Bu arada bu video bol bəyəni gəlsə, inşallah davam edəcəm videolar çəkməyə, uzun videolar çəkməyə. Mənim uzun videolarıma az bəyəni gəldiyi üçün uzun videolar çəkmirəm. Bu arada çox qəşəng olmadı, tonu bərabərliyi, baxın. Möhtəşəm izləyin. İndi Max Factor'un belə bir allığı var. Nömrəsi də yəqin ki budur, belə göstərin. İnşallah aydın hər şey görsənir. Deməli, bunu mən alanda satış təmsilçisi mənə yaxınlaşdı və mən başımı bişirdim. Real'ın Dior oxşayan bir dənə allığı var. Onu alacaqdım. Onun qiyməti yaxşıdır. Mən qiymətini bilərək pulumu zadı hazırlayıb belə getmişdim. Pulumu yığmışdım ki onu alacaq. Niyə alırdım onu da? Çünki məzun olacaqdıq axı biz. O diplomla makiyaj falan özüm eləyəcəkdim. Salona falan gedib pul vermək istəmirəm. Bu arada makiyajları özüm qəşəng eləyirəmsə niyə gedib salona boş-boş pul verim. Bir də onları qəşəng də eləmirlər. Başa düşürsünüz. Mən baxıram videolarda falan. Yəni salonda çox tək-tük insanlar qəşəng makiyajlar eləyir. Əgər evdə özünüz bacarırsınızsa, vacib günlərdə məncə salona getməyin. Çünki qəşəng eləyən az insan var. Mən məsələn bacarıram, başqalarını da qəşəng eləyə bilərəm məncə. Çünki rəssamlıqdır da, başa düşürsünüz. Bunlar hansı bir rəng tonları, hansı rəssamlığı təmsil etdiyi üçün, bizdə də çox şükür belə bacarıq olduğu üçün yönləndirməyə bacarıq. Nəysə, söhbət harda qalmışdım, hara gəlib çıxdım. Aha, deməli nə deyirdim, yadımdan çıxdı. O pişim, bunu alanda satış təmsilçisi başımı bişirdi. Dedi ki, bəs bunu alsaz, birini alana biri hədiyyədir falan. L'Oreal'dan iki qat yox, biraz da. Məsələn, L'Oreal 15 manat idi, mən də 17 manat verdim. Arada 2-3 manat fərq var idi. Mən 2 dənə allığı almış oldum. Biri bilmirəm hardadır, biri hal-hazırda əlimdədir və qırılıb. Bir dəfə əlimdən yerə düşdü və bu haldadır. Pudradır falan, belə pudra falan almışdım özümü. Hamısını yerə saldım və qırdım. Çox peşəkaram belə şeylərdən. Şükür olsun ki. Bu arada üstüm başım danışdıqca dağılır. Ona fikir vermirəm. İnşallah qəşəng görsənir. Bunun tonuna baxın. Deməli, Revolution'un belə bir palitrası var. Amma palitra təbii ki də qırılıb. Çünki evdə işini saat qalmış. Bunu da əlimdən mən yerə saat qırmışdım deyəsən. Elə yadımda qalıb. Çünki təcrübəliyəm maalesef. Bu tonların göz altını və üstünü liner kimi çəkəcəm. Pinterest'dən biraz nümunələrə baxdım, amma eynisini eləməyə çalışmayacağım yəni. Daha nə danışaq? Deməli, negativlərdən başlasaq. Dostlar, bir dəfə mama ilə yolda gedirdik və o gündə mən yaxşı modumdaydım da, yəni pozitiv idim, başa düşürsünüz. Həyat mənim üçün o gün pozitiv idi. Bu arada babam da rəhmətə gedib və ondan 2 gün öncə biz ondan görüşmüşdük babamla. Və avtobusda biz onunla rastlaşmışdıq. Mən də dostumdan işə baxmaq gedirdim. O özünə iş axtarırdı. Mən də ondan gedirdim. Axtaraq görə harda necə işlər var. Deməli, o gündə baba ilə rastlaşdım. Nə bilim, dostumla görüşmüşəm, eləmişəm. İşə də getməmişdim. Çünki yeni il idi və mən şüşələr rəsm çəkirdim. Və özümə də iş axtaracaqdım ki, görüm şüşələrə istəyən varmı restoranlardan falan. Restoran, kafedir, nə bilim, mağazalar, belə yerlər istəyir axı. Həm o maraqlanacaqdım, həm də işi. Amma biz getdik və heç nə tapmadıq o günü. Amma mənim keyfim yaxşıydı da, yerindəydi. Yəni pozulmamışdı, uzun müddətdə işə getmirdim. Yaxşı moddaydım. Yolda mama ilə danışa-danışa qaydırdıq artıq baba gidən. Çıxıb evə qaydanda. Bir dənə mama ilə mən söhbət eləyirəm və mamaya baxıram da. Üzümü biraz çevirəndə qarşıdan bir qız gəlirdi. Qəşəng belə ulduzlu şalvar falan giymişdi. Xoşuma gəldi də qızım başda.
Hə, belə ona baxa-baxa gedirdim, fikrim onda qalmışdı, şalvarına baxırdım. Sonra bir də dayandım, qızla dayandım, mənim üzümə belə tərs-tərs baxmaya başladı. Mama da qıraqdan çıxdı, belə getdi qızın böyrüylə, kənardan keçdi, getdi. Dedi ki, əli ilə belə elədi ki, çəkil qabağımdan. Belə elədim, əli ilə bu hərəkəti elədim mənə qarşıda. Mən də belə dayandım, baxdım, belə başa düşmədim, çəkilmirəm. Dedi, başladı qışqırmağa. Dostlar, bir dənə qışqırır, təsəvvür edirsiniz. Elə bir ki, nə bilim, mən orada ətini ditdim, neynədim, mən o ağır söz demişəm. Bir dənə qışqırmağa başladı, elə bilim dəlidir, zarafatsız deyirəm. Elə qışqırdı, dedim, ay bu dəlidir ki, başı xarabdır bunun. Başladı qışqırmağa ki, bəs görmürsən, xanım oradan keçirsən, niyə buradan keçmirsən, niyə qabağında durmursan, belə danışmağa da yəni. Amma elədiyi hərəkət düz deyil də, düzgün bir şəkildə olmaya başa sala bilərdi. Mən də mama ilə söhbət deyiləm, fikrim mama ilə söhbətimizdə qalıb. Üzümü çevirib, indi qısa müddətli şallarla kontakt qurdu. Və başım qaldığında qız qabağımda belə məndən bu tonda danışır da. Siz neyniyərsiniz? Yəni durub üzdə gülərsiniz, ay bağışla falan deyərsinizsə mən elə biri deyiləm. Başa sonra anası arxadan çevrildi. Arxadan başını belə deyir, çəkil deyirsə çəkil də, mən deyir. Deyir çəkil deyirsə çəkilmə. O sırada mənim mamam çıxıb gedir. Mama arxaya baxmır, deyir elə biləm siz tanışsınız, söhbət eləyirsiniz. Deyir çəkil deyirsə çəkil, bu da çıxır gedir. Mamada xəbər yoxdur. Gördüm ikisi üstümə gəlir. Mama da yanımda yoxdur. Belə qaldım. Bir müddət belə fikirləşdim. Baxdım üzünə, sonra çəkildim. Gedənə yaxında söyüş falan söydü. Ağır təhqir eləmədi, normal. Meyvə tərəvəzdən danışdı. Mən dedim ki, özünsən. Sonra çəkiləndə burada arxasına qışqırdım ki, başa düşmədim. Bu nə idi belə? Anası da deyir ki, nəyə başa düşmədin? Söndümə belə bunu dedim. Özə qışqırırlar da ikisi də. Baxanda bilinir ki, küçü adamlardır. Üzünə deyə desəydim çox yaxşı olardı. Evə gedəndən sonra yadıma düşdü ki, ayda gərək bunu üzrə deyərdim, gərək onu üzrə deyərdim. Belə momentlər var. Onun üçün vaxtında cavabını verməlisiniz ki, sonra fikirləşib özünüzü dərdə salmayasınız. Nəysə də orada onun səviyyəsindən gördüm düşüləsi deyil. Onun səviyyəsi gördüm səviyyə deyil, düşüləsi səviyyədə deyil. Ona görə də vaz keçdim bu sevdadan və qabağından çəkildim və o da getdi. Amma baş qoşmadım və inanılmaz bilirsiniz, yəni çəkiləndən sonra başa düşdüm ki, qız dəlidir. Dedim, əşi cəhənnəm, baş qoşmadım mən yəni. Çünki mən biraz əsəbiyəm, tez coşan biriyəm. Nəsə hadisə olanda o dəqiqə coşuram, özümdən çıxıram. Amma bu gün elə deyildi, yəni yaxşı günümdəydim. O qızın bəxti də elə gətirmişdi. Amma küçədə də elə qışqıra dava eləmək nə dərəcədə düzgün olardı, onu da fikirləşdiyim üçün. Onlardan çəkilib getməliydim. O da mən normal bir şəkildə başa sala bilərdi də. Belə tonla, nə bilim, elə bil mən o köləsiyəm, elə hərəkətlərlə yox da, insani şəkildə. O da qanacağı, mənfəti ora kimi çatırmış, elə danışdı məndən. Baxın, belə bir şey. Bu arada çöldə gedəndə arada əsəbi oluram. Negativliklər gəlib məni tapır. Yəni siz negativ olduqca negativ sizi çəkir və qarşınıza da negativ insanlar, negativ şeylər çıxır və mən bu gündəlik həyatımda maalesef çox yaşayıram. Bu arada siz belə bir şeylə qarşılaşsanız neyniyərdiniz? Yorumlarda yazmağı unutmayın. Əminəm də hamı fərqli şeylər deyəcək, amma onu reallıqda da əks etdirmək də lazımdır. Dostlar, onu nəzərə alaq. Belə bir qaş karandaşıdır. Mən bunu göz altıma gözümün içinə istifadə edəcəm. Ha, baxın, belə. Amma biraz qara da istifadə eləyək. Flormarın belə bir qara karandaşı var. Bu bilmirəm, orijinaldır yoxsa deyil. Almışam, amma qəşəngdir, yəni qəşəng ton verir. Orijinal olub olmadığını bilmirəm, amma qəşəngdir, pis deyil. Gəlin qaş alma mövzusuna toxunaq. Qaş alma, bığ alma, belə şeylər. Yəni az yaşınız varsa əgər ki, qaş və bığ alma mövzusuna gəlin toxunaq. Etmək olar mı, olmaz mı? Məncə bığı falan almaq olar, üzü təmizləmək olar. Prosta üzü təmizləyəndə biraz səpir, allergiya verir. Onun üçün diqqətli olmaq lazımdır. Amma qaş almağı məncə eləməyək. Yəni nə dərəcədə qaşınız var, ona da bağlı əslində. Mənim qaşım həmişə yaxşı olub da, yəni pis qaşlarım olmuyor. Düzgün və sərgəli qaşlarım olduğu üçün əlbəttə ortasını falan götürmək olar. Amma dərinliyinə girib incəltmək məncə yaxşı deyil. Bəlkə böyüyəndə öz tərzini dəyişdir və sən onu
uzun istəyəcəksən, amma artıq o qədər çox almış olacaqsan, incəltmiş olacaqsan ki, artıq onu qalınlaşdırmaq sənin üçün çətin olacaq. Ona görə də qaşınızı almağı tərəfdarı deyiləm. Ortasını götürmək olar. Nə bilim, uzunluğundan, amma onu da kimsə eləsin, yəni özünüz eləməyin. Uzunluğundan ala bilərsiniz. Amma bığ və üz məncə alınmalıdır. Əgər çox pis görünürsə və siz artıq yetkinlik yaşınıza çatırsınızsa, bunu universitetə girməzdən öncə də eləyə bilərsiniz də məktəbdə oxuduğunuz vaxtlarda. Çünki yəni bığla gəzmək məcburiyyətində deyilsiniz günün sonunda, düzdürmü? Və əminəm ki, bu sizə biraz utanc da vermiş ola bilər. Ona görə də məncə bığ, üz barəsində valideynlər çox da sərt olmamalıdırlar. Çünki bu onsuz da böyüyəndə alınan bir şeydir. Onsuz da o alacaq da yəni onu. Qaşa razıyam çünki incəldirsiniz. Nəmin altdan çoxalırsınız. Mən uşaqlığımda qaşımı almışdım dostlar. Bilmirəm hansı ağılla. Bayağı lezvayla eləmişdim. Və çölə çıxanda hamı başa düşmüşdüm ama falan hamısı da. Və mən əsəbləşmişdim amma. İndi pis olmuşdum. Amma bayağı qaşımı almışdım da. Bildiyiniz kimi təmiz hər tərəfini sərgiyə salmışdım. Yəni, balaca uşaqda bu yaxşı görsənməz axı. Mən 5-də oxuyuram. 5-də oxuyanda uşaq kimi görsənən biri üçün məncə yaxşı görsənməz. Onun üçün məncə balaca vaxtlarda yaşınız kiçikdirsə qaşlarınızı falan almayın. Sonra uzanmağı çətin olar. Ya səfalarsız, problem olar. Sonra orada tük çıxmaz. Onun üçün belə şeylərdə diqqətli olmaq lazımdır. Amma bığdır, üzdür, bunları təmizləmə məncə lazım olan bir şeylərdir. Sizcə mən tuş vurum, yoxsa kiprik qoyum? Məncə kiprik qoyaq. Amma kipriklər çox çətindir qoymaq. Bilmirəm necə olacaq. Bu arada baxın makyajıma. Gözlərimin altını qaraltdım, o göstərdiyim tüyündən elədim. Bəlkə kənardan biraz da tüydəşdirərəm, onu tam qərar verməmişəm. Məndən olsa belə qalın bir dənə qəşəng liner çəkərəm. Amma çox da abartılı eləmək də istəmirəm. Ona görə də belə qalsa məncə yaxşıdır. Burnumuza kontur eləmədik. Gəlin burun konturunu da edək və keçək növbətiyə. Və mən hər il, yeni ildə şişələr rəsm çəkəndə nəsə hadisələr baş verir bizim həyatımızda. Bilmirəm o nədən irəli gələr. Sizcə mənə düşmürmü deyə elədi, yoxsa mən elə səhv düşünürəm. Mən mamaya bunu demişdim, dedi yox, məncə ondan olmaz. Amma mən elə düşünürəm ki, ondandır. Yəni mən gedib insanlara şüşələrini bəzəməyim niyə belə bir əks təsir göstərsin, onu tam olaraq anlamış deyiləm. Belə bir highlighter var məndə toz formasında. Orijinal deyil təbii ki də. Amma məncə highlighter'ın orijinalı, baxın görün nə qəşəng parıldadır. Yəni orijinal deyil amma nə parlaqlığına baxın. Yəni highlighter'a burada çox pul verməyə ehtiyac yoxdur. Belə bir şeydir. Qaşımın altını məncə almaq lazımdır. Çünki bilirsiniz brojer çox qəribə bir şəkildə gedir. Qaşımı düzəltməliyəm dostlar. Düzəldərik. Amma özüm yox da, bu bir deyərəm. Çünki belə qəşəng düzəldəmirəm ki, yollaya bilərəm. Aha, yenə burnum axır. Hər makyaj yerində mənim burnum axırda, yəni bu klassik bir şeydir. Kipriyə keçək. Bu Temu'dan almışdım və qoymağı bacarmıram. Görək indi nə başıma gələcək. Görək nələrlə qarşılaşacağıq biz bu gün. Öz kleyi var, amma öz kleyi qutarım, onun üçün bundan istifadə edəcəm. Kağızın üstünə tökəcəm. Əbəl çox töktüm qız. Ne yapacağım ben o kadar kleyi? Bunu da bir damcı bassan ne kadar gəlir? Birinci dəfə deyil, həmişə belə olur. Bu arada makyajım necə gedir? Çox sadə olmadı ki, qəribə bir makyaj oldu. Gözlərimin altını qaraldım, bunu qaraltmayayım. Instagramda aktiv olsaydınız, indi oradan sizdən soruşardım. Gerçi aktivliyi yox deyə soruşa bilmirəm. Bu arada anketə çox az adamın qatılıb. İndi mən bilmirəm, qısa istəyən çoxdur, yoxsa uzun video istəyən. Amma yenə də çəkdim artıq. Yəni bir gün gözləmişəm də 24 saat doldu da.
Demək olar ki 24 saat doldurdu. İnşallah izləyərsiniz. Mənə dəstək olmaq üçün kanalıma abunə olub videomu bəyənməyi unutmayın. Dostlar, gecəyi buna. Bu arada mən bu məsələn mən izləyənlərə qoyduğum adı hardan tapdığımı, necə tapdığımı deməmişəm. Turmuşdum. Oy. Evet. YouTuberlərə mən çox baxıram. Deməli, çoxunun da bir çox, hamısını deməyim, o bir çoxu, artıq müəyyən tanınmaya keçənlərin bir çoxu izləyicilərin ad qoyurlar. İzləyici kütləsinə bir ad qoyurlar və o ada görə artıq anketlərdir, nə bilim Instagram səhifələrdir, elə şeylər ona görə paylaşılır. Bu da mənim həmişə xoşuma gələn bir şey olub. Onun üçün bir gündə oturdum, fikirləşdim ki, bəs mən nə deyə bilərəm də izləyicilərimə, mən izləyən insanlara və dostlar deyirəm. Bütün videolarımda salam dostlar deyirdim. Sonra dedim ki, dostları necə çevirə bilərik? İnternetdə sonra biraz araşdırdım dostlarla bağlı. Sonra ağlıma dostlar gəldi. Dedim, ha dostlar həm şirin səslənir, həm də qəşəngdir. Yazdım internetdəki bəs dostların mənası nədir? Bu arada bir anda ağlıma gəldi, ciddiyəm. Yəni bir yerdə görüb bir şey eləməmişim. Bir yerdə görüb ona uyğun eləmədim. Ağlıma gəldi, oturub fikirləşirdim. Dostlar, məsələn dostlar dedim, mənim ağlıma Dostoyevski falan gəlir. Belə şeylər gəlirdi əvvəllər, artıq gəlmir. Əvvəl belə bir şeylər gəlirdi. Nə əlaqədə Dostoyevski ilə dostlar arasındakı əlaqəni tuta bilmirsən də, yəni elə bir şey. Neysə dostlar yazdım Google-a. Bir də gördüm ki, dostlar mənasını verdim. Vay super. Artıq mən bu gündən sonra dostlarıma, öz dostlarım dediyim izləyicilərimə artıq dostlar deyəcəm. Əslində siz mənim hal-hazırda dostlarımsınız, amma daha şirin versiyası olsun deyə dostlar deyirəm. Kipriyi də yerə saldım. Amma o mənim moralimi bozamaz arkadaşlar. Yerə salmamışım qaliba üstündə. Bir kiprik qıvranım var bu arada. Məncə kiprikləri biraz tökür. Amma o birisilərə nəzərən məncə bu daha qəşəngdir. Bunu 28-dən mama alıb, amma hardan aldığını inanın bilmirəm. On 13-dən birini də qoyum, sonra gedərək balacalaşdıracağım. Bu arada mən bu pamadan vurmaq üçün həmişə bu qədər makyaj eləyə bilmərəm. Və yəni sadə tonalli bronzerlə bu pamadan istifadə edəcəm gündəlik həyatımda. Sadəcə hal-hazırda peşəkar bir görünüşü olsun deyə makyaj eləyirəm. Baxın, görünə qəşəng görsənir. Amma eyni tip videolar çəkmərəm dostlar. Məni həmişə eyni tip videolarda görə bilmərsiniz. Çünki mən fərqli şeyləri fikrim tez-tez dəyişən biriyəm. Eyni tipli şeyləri daimi olaraq eləyə biləcəyimi düşünmürəm. Bir də dostlar, sizə fərqli bir xəbərim var. Rəsmlə bağlı kanal açmaq istəyirəm. Orada sadəcə rəssamlıqla bağlı məlumatlar verib, onu videolar paylaşmaq istəyirəm. Məsələn, karşenin çəkilməsi, portretin çəkilməsi, natrimontun çəkilməsi, bunlar barədə sizə videolar çəkmək istəyirəm. Burada mənim kanalda rəssamlar da izləyir. Bir neçə rəssam bacarıqları olan insanlar da izləyir. Onlar da mənim rəsmlə bağlı olan canlımdan gəliblər. Yəni kanalda hal-hazırda hər tipdə insan mövcuddur. Bəlkə ona görə də izlənmələr zəif ola bilər. Çünki müxtəlif videolar çəkdiyim üçün hər tip insanlar yığmış oluram. Amma yəni mən beləyəm də, necə eləyə bilərəm? Belə xoşlayıram, fərqli videolar çəkməyi, həmişə eyni şeyləri daimi olaraq davam etdirməyi sevmirəm. Amma sən bir dənə video çox izlənsə, tutsa, onu davam elətdirirəm. Amma bunu hər gün eləyəcəm mənasına gəlmir. Məsələn, bu gün makyaj eləyirəm. Bundan sonraki video vlog ola bilər. Əslində YouTube'dan qazancım olsa yeməklə bağlı da videolar çəkə bilərəm sizlər üçün. Xoşlayıram yəni. Fərqli yerlərə gedib gəzib oranın yeməkləri ilə bağlı fikirlər bildirməyi də istəyirəm. Məsələn, elə insanlar var ki, sadəcə yeməklə bağlı videolar çəkirlər. Ancaq yeməyə gedəndə videolar çəkirlər. Məsələn, mən elə deyiləm də. İşə gedəcəm. Yəni işə də full makyaj. Gedə bilərəm. Pis şey deyil. Amma sabahsı gün makyajsız gedəcəm. Sonra müştəri gəlir, bir gün qəşəng görəcək, bir gün pis deyəcək. Bu nədir belə? Adam istəyir hər gün görsün, başa düşürsünüz. Aha, mən də hər gün eləyə bilməyəcəyim üçün verə bilmədiyim vədlər eləmirəm.
Mən normalda harasa gedəndə qəşəng makyajlar edirəm. Gündəlik həyatımda çöldə falan makyajsızam. Az makyajda dediyimdə concealer vururam. Всё. Bir tane concealer vururum bu kadar. Ay kızlar, bende böyle bir çil var. İstifade eləyək mi? Ay da birdən yaxşı vurmaram qalar üzümdə sonra nə olar? Gəlin vuraq. Dikkatli bir şekilde eləməliyəm. Şu an dikkatimi sizə verəməyiz. İndi isə highlighter'da vurum və makyajı bitirək. Gözümün önünə highlighter vurmaq istəyirəm. Baxın bura. Highlighter bura vuranda gözüm yandırır. Ya highlighter'ın keyfiyyətsizliyindəndir, ya da ki ümumiyyətlə mənim gözümə girir deyə yandırır. Yəni zərdə axı günün sonunda. Nəysə dostlar, gəlirik əsas məqama. Hazırsınız dostlar, əsas məqamdayıq. Deməli, tüm kariçnivi qaş karandaşımı götürüb dodamı çərçivələyirəm. Neyse keçirik əsas məsələyə. Pomada üçün makyaj eləyən insan görmüşdünüz. Artıq görürsünüz. Sadəcə pomada üçün makyaj eləyən bir insan. Güya mən bu vuranda həmişə belə makyaj eləyəcəm. Kimdə hər gün bu elə kipriklər qoyub bunu oynaya? Heç həvəsim olmaz. Pomadanın gözəlliyinə söz ola bilməz. Əgər pomadanın bu rəngini bəyənməsəniz, bu pomadadan mütləq alın. Çünki elə qəşəng yumuşaqdır, yağ kimidir də, yəni yağ kimi yayılır, çox qəşəngdir. Və mən qızlarda falan görürdüm elə pomadanı da. Bu tonlar, bunun biraz açıq tonlu. Normalda insanlar istifadə edir gündəlik həyatlarında. Amma çox qəşəng olur. Məsələn, mən belə çöldə görsəz, deyirsiniz ki, bu qızın tərzi var. Çünki pomada, makyaj, tərz hamısını tamamlayırıq da başa düşdünüz. Amma kipriklər falan qoymasaydım bu dərəcədə olarmıdı, bilməm. Amma makyaj çox qəşəng oldu. Dişləriniz daha göstərir. Əladır yəni. Saçım indi hal-hazırda belə, baxın bu cür görsənir. Biraz buradan biraz çıxardaq.